Salam uşaqlar. Mən sizə söz verdiyim kimi bugün artikel mövzusunun video dərsini çəkirəm. Siz bunu istədiyiniz yerdə, istədiyiniz vaxt açıb izləyə bilərsiniz. Suallarınıza cavab tapa bilərsiniz. Deməli, artikelin Azərbaycan dilində qarşılığı yoxdur. Bizim qaydamızda belə bir mövzu yoxdur. Ancaq ingilislərdə var. Deməli, artikel nədir? Köməkçi nitq hissəsidir. Ancaq və ancaq ismə aid olur. Artikel iki növü var. The indefinite article, qeyri-müəyyənlik artiklı an, and the definite article, müəyyənlik artiklı d. Keçək indefinite artikla. The indefinite article yalnız və yalnız sayıla bilən tək isimlərlə işlənir. Siz və n-i one sözünün ekvivalenti kimi düşünə bilərsiniz. Hardasa bir mənasını verir. I have a computer. Mənim bir kompüterim var. There is a picture on the wall. Divarda bir şəkil var. Belə. Dedik ki, bunun iki forması var. Və n. Və onun işlənmə forması isə özündən sonra gələn ismin başladığı hərfdən yox, səsdən asılıdır. Yəni, biz burada sözün sait səslə və yaxud da samit səslə başladığına fikir veririk. Əgər söz sait səslə başlayırsa, like this, an hour, an umbrella, an eagle, biz burada n işlədirik. Ola bilər, testdə görəcəksiniz ki, hour. Fikirləşərsiniz ki, bu samitlə başlayır axı. Amma bu sizi çaşdırmasın. Biz ancaq və ancaq səslənməyə fikir veririk. An hour. Əgər söz samit səslə başlayırsa, burada işlədirik. A hero, a university, a euro. Təkrar qeyd edirəm, sözün hansı hərflə başlamasının heç bir əhəmiyyəti yoxdur. Biz diqqət edirik tələffüzə. Əgər ismin qarşısında sifət gəlirsə, artikel keçir sifətin önünə, ancaq hələ də ismə aiddir. Sifətin önünə keçir və sifətin sait və samitlə başlamasına asılı olaraq və ya n işlənir. A man, an old man, a clever man. Burada clever olsaydı biz artikel işlədəcəkdik. Keçək qeyri-müəyyənlik artikelin işləndiyi hallara. Birincisi, biz bayaq da qeyd etdik ki, bir qayda olaraq ancaq və ancaq sayıla bilən tək isimlə işlənir. A table, a tree, a nest, an umbrella. Biz burada n-in yerinə one işlədə bilərik. One table, one tree, one nest, one umbrella. İkinci, haqqında ilk dəfə danışılan, dinləyənə hələ məlum olmayan sayıla bilən tək isimlərlə işlədilir. They have got a car. Biz burada maşının hansı maşın olduğu barədə heç bir məlumatımız yoxdur. I have a computer. This is a pen. Bu kimi şeylərdə heç bir məlumat yoxdur. Və burada ilk dəfə danışıldığı üçün biz qeyri-müəyyənlik artiklı işlədirik. Burada there is ilə başlayan cümlələrdə əgər isim sayıla biləndirsə, biz qeyri-müəyyənlik artiklı işlədirik. There olanda artıq isim cəm olduğu üçün burada artikla ehtiyac yoxdur. Amma there is olduqda diqqət edirik. Əgər isim sayıla biləndirsə, o zaman artikl işlədirik. Yəni qeyri-müəyyənlik artiklını işlədirik. Nida cümlələrində, deməli biz bilirik ki, nida cümlələri iki cür olur. What ilə başlayan nida cümlələri, how ilə başlayan nida cümlələri. What ilə başlayan nida cümlələrində əgər isim sayıla bilən təkdirsə, o zaman qeyri-müəyyənlik artiklı işlənir. What a wonderful city it is. What a beautiful girl she is. Baxın, həm girl, həm də city sayıla bilən təkdir. Deməli, biz burada nə işlədirik? Qeyri-müəyyənlik artiklı. Şəxsin və ya əşyanın kim və nə olduğunu bildirən zaman. This is a pen. Bu qələmdir. This is a table. My brother is an electric. Vika is a lawyer. Burada Vika hüquqşünasdır. Burada peşə bildirir, sənət bildirir. O zaman qeyri-müəyyənlik artiklı işlədirik. Such, rather, quiet sözlərindən sonra sayıla bilən tək isim gəldikdə. It's such an interesting book. It's rather good idea. Olduqca yaxşı ideyadır. It was quite a nice day. Olduqca yaxşı bir gündür.
bir gündür. Baxın, burada qeyri-müəyyənlik artiklı işlədilir. Burada a good idea bəzi hallarda razıdan əvvəl də gələ bilər. Ancaq ki, bu düşünürəm ki, abituriyentlərə düşməyəcək, biraz advanced qaydadır. 6-cı, vaxt, məsafə, məbləğ, ölçü bildirən isimlərlə. 5 times a week, həftədə 5 dəfə. A week, vaxt bildirir. 5 months a kilo, məbləğ bildirir, ölçü bildirir. Kilosu 15 manat. 110 km an hour or per hour. Saatda 110 km. An hour and a half. Bir saat yarım. Belə hallarda qeyri-müəyyənlik artiklı işlənir. 100, 1000, million sayları ilə. Biz bilirik ki, bizim dildə 100 deyəndə nə işlədirik? 100 or 100. Ancaq ki, buralar 100, 1000, milyon yox, yüzlərlə, minlərlə, milyonlarla işlənirsə, cəmlənirsə, artıq burada artikla ehtiyac yoxdur. Bəzən sayıla bilməyən isim sayıla bilən tək isimlərin qarşısına təyin funksiyasına çıxış edir. Okay, deməli, siz testlərdə bəzən görəcəksiniz ki, belə bir cümlə, məsələn, there is an information center at the airport. Burada information'ı gördünüz, avtomatik fikirləşirsiniz ki, bu sayıla bilmir, axı niyə onun qarşısında qeyri-müəyyənlik artiklı işlənsin. Amma siz ondan sonraki ismə də fikir verməlisiniz. Information mərkəz sözünü təyin edir. Burada article center sözünə aiddir. Center təkdədirmi? Təkdədir. Sayıla bilirmi? Sayıla bilir. O zaman biz article işlədirik. Aydındır? Tutum bildirən sözlərlə. Orange juice sayılmır. Apple jam sayılmır. Ancaq biz belə sözləri nəyinsə ifadə edirik. Tutum, ölçü, hissə bildirən sözlərlə. Buna hissəcik bildirən sözlər deyilir. A bottle, a jar, a drop, a piece, a herd, a school. Bu kimi ifadələr var ki, sözlər var ki, sayıla bilməyən isimləri və yaxud da bəzən sayıla bilənlərlə işlədilir. A bunch of bananas işlədilir. Bu sözlərin qarşısında qeyri-müəyyənlik artiklı işlənir. Əgər təkdirsə, əlbəttə. Məsələn, 2 jars of apple jam deyəndə artıq burada artikla ehtiyac yoxdur. Seçmə suallarda. Alternative questions. İsim sayıla bilən tək olarsa. Are you a student or teacher? Or a teacher. Okay. Burada qeyri-adi bir şey yoxdur. Deməli, to have sözün leksik mənasını itirərək başqa məna ifadə etdiyi birləşmələrdə. Deməli, ingiliscə frazeoloji birləşmələr var. Hansı ki, onlar fix sayılır və onlar artıq, məsələn, biz burada düşünmürük ki, bu rest sayıla bilirmi, sayıla bilmirmi? Bu ifadə fixed ifadə olduğu üçün biz onu əzbər öyrənirik. To have a rest, to have a good time, to have a walk, to have a bus, to have a talk, to have a shower. Bu ifadələrlə article işlədilir. Lakin bəzi ifadələr də var ki, işlədilmir. Məsələn, yemək adları ilə işlədildikdə səhər yeməyi yemək, qəlyan altı nahar. To have breakfast, to have lunch, to have dinner, supper. Bunda article işlədilməz. Ancaq burada bir istisna var. Əgər biz burada breakfast, lunch, dinner, supper'ın öncəsində sifət işlətsək, like to have a good breakfast or to have a tasty dinner. To have a delicious supper. Əgər bu sözlərin qarşısında, yemək bildirən sözlərin qarşısında sifət gələrsə, təyin edici gələrsə, o zaman biz article işlədirik. Bunu da yadınızda saxlayın. Deməli, qeyri-müəyyən article ilə işlədən sabit ifadələr var. Hansı ki, siz bu ifadələri əzbər yadınızda saxlamalısınız ki, sizə testlərdə rahat olsun. To go for a walk, to have a good time, to play an important role, to be at a loss, as a result, it's a pleasure, it's a shame, what a pity, it's a pity, to take a fancy to, on a large scale,
in a friendly way, at a low price, at a high price, in a low, loud, soft voice, to be in a hurry, to tell a lie, a piece of paper, a cup of tea. Baxın, biz burada dedik hissəcik bildirən sözlər, tutum bildirən sözlər. Bu a piece of paper, a cup of tea bu qaydaya aiddir. At an early age, half an hour, in a whisper, in a word, to be success, an hour and a half. Deməli, siz bu ifadələrin hamısını əzbər öyrənirsiniz, qarışdırmayasınız deyə. Məsəl üçün, to tell a lie, yalan danışmaq qeyri-müəyyənlik artiklı ilə işlənir. Amma siz növbəti dəfədə öyrənəcəksiniz, doğrunu danışmaq, həqiqəti demək, to tell the truth. Artıq burada müəyyənlik artiklı işlənir. Məsəl üçün, at an early age, erkən yaşda dedikdə qeyri-müəyyənlik artiklı işlənir. Amma dəqiq yaş ifadə etdikdə, məsələn 15 yaşında dedikdə, burada artıq müəyyənlik artiklı işlədilir. At the age of 15, burada da işlənir. Aydındır, bunu yadınızda saxlayın. Mən videonu burada saxlayıram. Müəyyənlik artiklını digər videoda sizə ifadə edəcəm, izah edəcəm. Gəlin bir də üstündən keçək. Deməli, biz bildik ki, indefinite article 2 forması var və bunun hansının işlənməsi sözün başladığı səsdən asılıdır. Qeyri-müəyyənlik artikl nə vaxt işlənir? Sayıla bilən tək isimlərlə işlənir. Haqqında ilk dəfə danışıldıqda, nida, what ilə başlayan nida cümlələrində, şəxsin əşyanın kim və nə olduğunu bildirən zaman, such, rather, quite sözlərindən sonra, vaxt, məsafə, məbləğ, ölçü bildirən isimlərlə, hundred, thousand, milyon sayları ilə, tutum bildirən sözlərlə, seçmə suallarda və bəzi fix ifadələrdə. Bir neçə ayrı, belə deyim də, başqa yerlərdə də rast gələ bilərsiniz, amma ən çox işlənənlər və sizə imtahanda düşəcək olanlar bunlardır. Yenə də qarşımıza başqa şeylər çıxsa, mən sizə izah edəcəm.